Sizcə dünyanın ən yüksək cinayətkarlıq nisbəti olan ölkəsi hansıdır? Meksika, Braziliya, yoxsa Salvador? Bu Vatikandır. Rəsmi statistikaya görə Vatikanda adam başına düşən cinayət sayı digər ölkələrdən çoxdur. Amma burada nə mafiya var, nə də quldur dəstələri. Bəs sir nədədir? Vatikanın cəmi 890 nəfərə yaxın daimi sakini var. Lakin hər il buranı 5 milyondan çox turist ziyarət edir. Cinayət nisbəti hesablanarkən turistlərin törətdiyi və onlara qarşı törədilən cinayətlər əhali üzrə bölünür. Vatikan təhlükəli olduğu üçün deyil, daimi əhalisinin son dərəcə az, turist axını həddindən artıq çox olması səbəbindən cinayət göstəriciləri statistik olaraq yüksək görünür. Maraqlı bir fakt da budur ki, Vatikanda həbsxana yoxdur. İzlədiyiniz üçün təşəkkürlər.